Gülşad Məmmədova havanın dəyişəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edir. Doğru xəbər Azərbaycan bildirir ki, xəbərdarlıqda deyilir. Sentyabrın 26-sında Bakıda və Abşeronda hava dəyişkən buludlu olacaq, tutulacaq. Axşam bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq. Mülayim cənub-qərb küləyi axşam güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Temperatur gecə 15-18, gündüz 22-26 dərəcə isti, atmosfer təzyiqi isə 765 mm civə sütunu olacaq. Sabah Naxçıvanda da havanın arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Temperatur 23-24 dərəcə isti olacaq. Şimal və qərb rayonlarından başlayaraq sabah bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olacaq, dolu düşəcək, bəzi yerlərdə duman olacaq, qərb küləyi arabir güclənəcək. Digər rayonlarda isə hava yağmursuz olacaq. Temperatur gecə 14-18, gündüz 22-27, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacaq.